Salamlar, mənim adım Turqay Fərradlıdır. ADA Universitetində kompüter elmləri üzrə təhsil alıram və tezliklə məzun olmağa hazırlaşıram. Baxmayaraq ki, arxa planım, təhsilim texnologiya və kompüterlə bağlı olub, mən daim özüm film və film sənətinə böyük maraq duymuşam. Daim bu sahədə nəsə etməyə çalışmışam. Eləcə də Azərbaycanda bu sahədə fəaliyyət göstərən müəyyən qurumlara üzvəm və dostlarımla həmişə gəzintilər edib hekayələri vizual formada təqdim etməyi çox sevirəm. Qürur hissə bildirməliyəm ki, bu yaxınlarda Praqada yerləşən bu sahədə dünyanın ən nüfuzlu universitetlərindən biri olan FAMU Universitetinə qəbul olmuşam və FAMU daxilində bir illik proqram çərçivəsində sənədli və qeyri-bədii rejissorluq üzrə təhsil alacağam. Lakin təəssüflər olsun ki, hazırdakı məqamda bunu maliyyələşdirəcək büdcəm yoxdur və sizin bu məqamda böyük dəstəyinizə ehtiyacım var. Düşünürəm ki, edilən hər bir kömək, hər bir yardım təkcə mənim inkişafım üçün yox, həm də Azərbaycan kinosunun gələcəyi üçün böyük bir töhfə olmuş olacaq. Dinlədiyiniz üçün çox təşəkkür edirəm. İndidən hər kəsə mənəvi maddi dəstək olan minnətdaram. Çox sağ olun.